10 iyun 1990-cı il. Böyük Britaniyanın Birmingham hava limanı. Səhər saat 7:20-ni göstərirdi. İçərisində 81 sərnişin və 6 ekipaj üzvü olan təyyarə havaya qalxır. Təyinat nöqtəsi İspaniyanın Malaga şəhəri idi. İkinci pilot Alistair Atchison hava gəmisini səmaya qaldırır. Sonra isə idarə etməni birinci pilota, təyyarənin kapitanı Timothy Lancaster'a ötürür. Uçuş üçün hava şəraiti ideal idi. Heç nə təhlükədən xəbər vermirdi. Havaya qalxdıqdan 13 dəqiqə sonra təyyarə Britaniyanın Didcot şəhərinin üzəri ilə uçurdu. Yüksəklik 7000 metr təşkil edirdi. Uçuş normal və sakit keçirdi. Hava gəmisi təxminən 2 saatdan sonra İspaniyaya çatmalı idi. Təyyarə bələdçiləri sərnişinlərə yemək və içki paylamağa başlayırlar. Kapitan təyyarəni avtopilot rejiminə qoyur və təhlükəsizlik kəmərini açır. Elə bu vaxt güclü partlayış səsi eşidilir. Pilotlar nə baş verdiyini anlamağa macal tapmırlar. Kabinanın sol ön şüşəsi qoparaq təyyarədən ayrılır. Güclü hava axını kapitanı oturduğu yerdən qaldırıb kabinadan bayıra tullayır. Onun ayaqları şturvalla cihaz panelinin arasına ilişmişdi. Əks təqdirdə o uçaraq yerə düşəcəkdi. Şiddətlə əsən güclü hava axını kapitanı bayır tərəfdən təyyarənin burnuna sıxmışdı. Onun ayaqlarının şturvalı əyməsi nəticəsində hava gəmisi avtopilot rejimindən çıxır. Nəticədə təyyarə titrəməyə və sürətlə aşağı enməyə başlayır. Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. Dekompresiya nəticəsində kabinanın qapısı yerindən qopmuş, böyük zərbə ilə cihaz panelinin üzərinə düşmüşdü. Nəticədə bir sıra cihazlar sıradan çıxmışdı. Bu da yerlə radio əlaqənin kəsilməsinə səbəb olmuşdu. Təyyarə bələdçisi Nigel Ogden var gücü ilə kapitanın ayaqlarından yapışır. İndi təyyarəni ikinci pilot Alistair idarə edirdi. O hava gəmisini avtopilot rejiminə qoyur. Sonra isə zədələnmiş cihazı düzəltməyə, yerlə əlaqə saxlamağa çalışır. Amma heç cür buna nail ola bilmir. Bir müddətdən sonra Alistair cihazı bərpa edir. Amma güclü külək yerdəki dispetçerin danışığını eşitməyə mane olurdu. Təyyarədə əməlli başlı xaos hökm sürürdü. Sərnişinlər panika içində idilər. 7000 metr yüksəklikdə oksigen az olur. Bu isə nəfəs almanı çətinləşdirirdi. Təyyarənin modeli köhnə idi və hava maskaları ilə təchiz olunmamışdı. Kapitanın ayaqlarından yapışan Nigel'in qolları yorulmuşdu. O qışqıraraq digər ekipaj üzvlərini köməyə çağırır. Həmin vaxt təyyarənin salonunda olan iki bələdçi Nigel'in köməyinə gəlir. Onların bütün səylərinə baxmayaraq, kapitan təyyarədən daha bir neçə santimetr çölə çıxır. Kapitanın bütün bədəni bayırda idi. Təyyarənin içində onun yalnız ayaqları vardı və bu vəziyyətdə onu uzun müddət saxlamaq mümkün olmayacaqdı. Bir tərəfdən oksigen azlığı, digər tərəfdən kapitanı tutmaq üçün sərf olunan böyük fiziki güc bələdçiləri çox yormuşdu. Kimisə kapitanı buraxmaq lazım olduğunu bildirir. Amma Nigel razılaşmır. O deyir ki, əgər bunu etsə, ömür boyu kapitanın həyat yoldaşının və övladlarının üzünə baxa bilməz. Kabinanın yan şüşəsindən kapitanın üzü görünürdü. Ekipaj kapitanın öldüyündən əmin idi. Güclü küləyə baxmayaraq onun gözləri açıq idi və bir nöqtəyə zillənmişdi. Amma onu buraxmağa qorxurdular. Güclü külək kapitanın meyitini təyyarənin sol mühərrikinə çırpa, onu sıradan çıxara bilərdi. Uzun cəhdlərdən sonra ikinci pilot nəhayət yerlə əlaqə saxlaya bilir. Qəza enişi etməsi üçün dispetçer pilota lazımi koordinatları verir. Qəzadan düz 32 dəqiqə sonra, səhər saat 7:55-də ikinci pilot təyyarəni yaxınlıqdakı aeroporta endirməyə nail olur. Kapitanın donmuş bədənini nəhayət ki dartıb kabinəyə salırlar və xərəyə qoyaraq təyyarədən evakuasiya edirlər. Hər kəs onun öldüyünü düşünürdü. Amma Timothy xəstəxanada gözlərini açır, hətta zarafat etməyə başlayır. 7000 metr yüksəklikdə, saatda 800 km sürətlə açıq havada uçan insanın sağ qalması bir möcüzə idi. Kapitan düz 19 dəqiqə ərzində -17 dərəcə soyuqda böyük sürətlə uçmuşdu. İnsan orqanizmi bu cür şəraitdə maksimum bir neçə dəqiqə sağ qala bilər. Bədən temperaturunun həddən artıq aşağı düşməsi tezliklə ölümə səbəb olmalı idi.
Kapitanın huşu əvvəl özündə idi. O anlayırdı ki, təyyarədən bayıra çıxıb. Güclü hava axını nəfəs almağa mane olurdu. O başını yan əyir. Bu da nəfəs almanı bir qədər asanlaşdırır. Kapitan təyyarənin mühərrikini və quyruğunu görürdü. Bir neçə dəqiqədən sonra isə o tamamilə huşunu itirir. Kapitanın sağ qolu, eləcə də sol əlinin baş barmağı sınmış, bədəninin bəzi hissələri isə donmuşdu. Cəmi 5 aydan sonra o yenidən şturval arxasına qayıdır və uzun illər pilot kimi işləməyə davam edir. Timothy Lancaster yalnız 13 ildən sonra 55 yaşında təqaüdə çıxır. O ailəlidir, 5 nəvəsi var. Sərnişinlərdən heç kim xəsarət almamışdı. Təyyarə yerə enənə qədər kapitanın ayaqlarını buraxmayan Nigelin sol qolu çıxmış, üzü isə donmuşdu. O sağaldıqdan sonra yenidən öz işinə qayıdır. Amma qəza zamanı aldığı psixoloji travma səbəbindən o aviasiyadakı işinə davam edə bilmir və peşəsini dəyişir. İkinci pilot Alister isə əsl qəhrəmanlıq göstərmişdi. O ön şüşəsi olmayan, tamlığı pozulmuş təyyarəni müvəffəqiyyətlə endirə bilmiş, beləliklə də bütün sərnişinlərin həyatını xilas etmişdi. O pilot kimi işləməyə davam edir və yalnız 25 ildən sonra təqaüdə çıxır. Bəs qəzanın baş vermə səbəbi nə idi? Kabinanın şüşəsi hansı səbəbdən qopmuşdu? Aparılan araşdırma nəticəsində məlum olur ki, şüşəni kabinaya bərkidən 90 boltdan 84-ünün diametri tələb olunan ölçüdən 2,5 mm qısa olub. Qalan 6 boltun uzunluğu isə lazımi ölçüdən daha kiçik olub. Sən demə uçuşdan bir gün əvvəl kabinanın ön pəncərəsi dəyişdirilibmiş. Növbə rəisi səhvən kiçik ölçülü boltlardan istifadə edilmiş.